Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilərimiz. Dediyimiz kimi bu gün də sizə müəllifi olduğum Riyazi Məntiq 5-8 sinif kitabının izahlarının operatorlar bölməsinin izahını verməyə çalışacağam. Bu kitabda əvvəl də qeyd etdiyim kimi hər bir mövzu və mövzudan əvvəl mövzunun təyinatı haqqında müəyyən məlumatlar verilmişdir. Siz bu məlumatları oxuyaraq mövzu haqqında daha çox biliyə sahib ola bilərsiniz və mövzunun istiqamətini öyrənmiş olarsınız. Növbəti izah edəcəyimiz mövzu dediyimiz kimi operatorlardır və aidiyyatı üzrə yenə operatorlar nə üçündür və operatorlar necə işlənilib izah olunur. Yəni onlar haqqında bir bala kiçik nəzəriyyə hissəsi və bir neçə izahlı suallar təqdim eləmişik. Operatorlar sualın birincisindən başlayırıq izah eləməyə. İnşallah ki, ümid edirəm izahımızı başa düşərsiniz və hər hansısa bir suallarınız olsa və yaxud iradınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Sual 1. Qanunauyğunluğa əsasən sual işarəsinin qiymətini tapın deyir bizə. Baxın, birinci suallarımız həmişəki kimi, dediyimiz kimi əvvəl asandan çətinə doğru gedirik. Asan sualdır. Yəni 7 ilə 2-dən 14 alınır. Bu təbii ki, 7 vuraq 2-dən yaranır, bərabər də 14 olur. Yəni hər iki ədədi bir-birinə vurmaqla doğru cavabı almış oluruq. 4 və 3-dən alınan nəticə o zaman 4 vuraq 3 bərabər də 12 cavabını almış olacaq B variantı. İkinci məsələ yenə asan tiplərə aiddir. 12 və 2-dən 6-nı alıb. Təbii ki, biz bilirik ki, 12-ni 2-yə böləndə 6 ala bilərik. 16 və 4-dən 4-ü necə alırıq? 16-nı 4-ə bölməklə 4 ala bilərik və ən sonda cavabımız 22 və 11-dən nəticəni necə alaraq 22 bölək 11 yazmaqla cavabı 2 almış olaraq. Doğru variant C variantı. Üçüncü sualda deyir, qanunauyğunluğa əsasən sual işarəsinin qiymətini tapın. 23 və 12-dən 35 alıb. Təbii ki, diqqət eləsək 35 almaq üçün 35, 20 və onun toplanmasından yaranır. 23-dən də 12-ni topladığımız vaxtı görürük ki, bu bizə elə 35-i vermiş olur. 14-lə 8-i topladığımız vaxtı görürük ki, bu bizə 22-ni vermiş olur. 9-la 7-ni topladığımız vaxtı görürük 16-nı alırıq və buna görə də 5 ilə 11-i toplayacağıq ki, soruşulan ədədi tapaq. 5-in üzərinə 11 gələndə eləyəcək 16. Doğru variant A variantı olmuş olacaq. Dördüncü sualımızdan davam edirik. 38-dən 24-ü almışıq. 38-dən 24-ü təbii ki, 38-in rəqəmlərini, 38 ədədinin rəqəmlərini, yəni bir-birinə vurmaqla 3 vuraq 8 bərabər 24-ü almış olarıq. 26-dan 12-ni necə alırıq? 26-nın rəqəmlərini 2 vuraq 6 bərabər 12 kimi cavabı almış oluruq və bu qayda ilə 76 soruşulan ədədi tapmaq üçün 76-nı tapmaq üçün 76 bərabər 7 vuraq 6 42 cavabını almış oluruq. Doğru variant D variant olmuş olur. Beşinci sual. Qanunauyğunluğa əsasən sual işarəsinin qiymətini tapın. 9 və 7-dən 18-i almaq lazımdır. 9 və 7-dən 18-i belə ala bilərik ki, biz 9-u vurarıq biz 7-yə və yaxud 9-dan 7-ni toplayarıq və yaxud çıxarıq. Yəni hər bir halı yoxlamaq mümkündür burada. 9-u 7-yə vururuq, eləyir 63. Aldığımız 63 ədədindən də rəqəmləri hasili, yəni 6 vuraq 3 bərabər də 18 vermiş olur bizə. 12 ilə 4-dən, 12 ilə 4-dən 12 vuraq 4 bərabərdir 48. 48-in də rəqəmləri hasili, yəni 4 vuraq 8 bərabərdir 32-ni almış oluruq. Bu qayda ilə soruşulan ədədi tapmaq üçün 9 və 11-dən, yəni 9 vuraq 11 bərabər 99. 9-ların da bir-birinə hasili, yəni 9 vuraq 9 bərabər 81 almış oluruq. Doğru variant, yəni C variantı olmuş olacaq. 6-cı məsələdə yenə sual işarəsinin qiymətini tapmağımızdan soruşur. 23-dən 29-u biz necə ala bilərik? Təbii ki, mən belə yanaşaram məsələyə ki, 23-ün üzərinə, baxın 29 çünki 23-dən böyükdür, 26 18-dən böyükdür. Təbii ki, burada bir artım var. 23-ün üzərinə 2 ilə 3-ün, yəni 23-ün rəqəmlərinin 2 ilə 3-ün hasilini gəlirəm. 23 üstə gələk 2 vuraq 3. Yəni 23 üstə gələk 6, o da bərabərdir 29 almış oluruq. 18 də həmin qayda ilə 18 üzərinə gələk 1 vuraq 8-i, bu da eləyəcək 26. Soruşulan ədədi, yəni 14 tapmaq üçün 14 üstə gəl 1 vuraq 4, bu da 18-i almış oluruq. Doğru variant D variantı olmuş olacaq. 7-ci məsələ ilə davam edirik. Soruşulur, qanunauyğunluğa əsasən sual işarəsinin qiymətini tapın.
Bu kimi sualları həll etmək üçün dostlar, deməli biz baxırıq ki, buradakı operator operatorun sol tərəfində və sağ tərəfində görə ifadələr verilmişdi. Yəni A və B-ni operatora görə təyin edirik biz. Baxın, operator nə iş görüb? Sol tərəfi, yəni A-nı 3-ə vurub və ondan çıxıb sağ tərəfi B-ni də 2-yə vurub. Bu hesabla biz aşağıda həmin hansı ki bu operatoru aşağıda harda görürüksə, həmin ifadəni, həmin tətbiqi ora tətbiq eləyəcəyik. Yəni 4 və 3 və 4 və 3-ü gətiririk bu A və B-nin yerinə yazırıq. 4, 3. O zaman olacaq 3 vuraq A, yəni 4, çıxaq 2 vuraq B, yəni 3. 12 çıxaq 6, 6 cavabını almış olacağıq. Diqqət eləyirsinizsə biz 4 ilə 3-dən 6 aldıq. O zaman 4 ilə 3-ün aşağısına bir 6 yazırıq. Artıq bu ifadə getdiyi yerinə 6 cavabı alınmış oldu. İkinci ifadədən C və D-dən operator nə iş görüb? Sol tərəfi C-ni 4-ə vurub, sağ tərəfi D-ni də 2-yə vurub və onları toplayıb. O zaman 6 və 2 qiymətlərini yerinə qoyub cavabı alırıq. Olacaq C-nin yerinə 6, D-nin yerinə 2 yazırıq. Olacaq 4 vuraq 6, üstə gələk 2 vuraq, D-nin də yerinə 2. 24 üstə gələk 4, 28 cavabını almış olacaq. Artıq 6 və 2 yox, onun yerinə aldığımız nəticəni, yəni 28-i yazırıq. Və diqqət eləyin, 6 və 28-in ikisinin arasında da bir dənə yenə həmin operator var. O operatorda nə edirdi dedik? Dedik ki, sol tərəfi 4-ə, sağ tərəfi 2-yə vurub toplayır. Yəni bərabərdir. Sol tərəfi 4-ə vuracaq. 6 vuraq 4. Üstə gələk sağ tərəfi də 2-yə vuracaq. 28 vuraq 2. Bərabərdir. 24, 6 bölü 24 üstə gələk 56. Bu da 80 cavabını almış oluruq. Doğru variant B variantı olmuş olacaq. 8-ci məsələdə deyir, qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini tapın. Bu ifadə də yuxarıda 7-ci məsələdə həll elədiyimiz qayda ilə həll olunacaq. Baxın, diqqət edirsinizsə, göstərilən operator sol tərəfi, yəni K-nın üzərinə nə gəlib? Sağ tərəflə sol tərəfin toplanması, daha doğrusu fərqin gəlib. K-nın üzərinə gəlib K çıxaq M-in. Və aşağıdakı if ədədləri yerinə qoyaraq hesablayaq. 6 və 2. Görürük ki, operatorun ətrafında 6 və 2 qiymətləri var. O zaman K-nın yerinə 6, M-in də yerinə 2 dayanmış olacaq. Bərabərdir. K-nın yerinə 6 üstə gələk. 6 çıxaq 2. 6-nın üzərinə 4 gələndə eləyəcək 10. Artıq 6 və 2 qiyməti yox. Bura 10 cavabını almış oluruq. İkinci ifadəni hesablayanda üçbucaq operatoru nə işi görürdü? Sol tərəfi deməli n-in yerinə 5 dayanır, sağ tərəfinə p-nin yerinə də 3 dayanır. O zaman olacaq 2 vuraq 5 n çıxaq p üstə gələk 3, yəni 3 üstə gələk 3. 10, 2 dəfə 5 10 eləyir. Ondan da 6-nı çıxanı 4 almış oluruq. Deməli, ikinci ifadəmizdə də, ikinci qiymətlərimizdə də aldığımız yeni təyin olunan qiymət 4 cavabı olmuş oldu. Və mərkəzlərinə yenə bir də 3 bucaq, yəni ikinci operatoru görürük. İkinci operatorda demişdik, sol tərəfi 2-yə vurur. Yəni bərabərdir. Sol tərəf 10 idi da. 2-yə vururuq, eləyir 20. Çıxırıq. Sağ tərəfdə də, sağ tərəfi nə edir? P üstə gələ 3. Sağ tərəfi də 3-dən toplayır. Yəni 4 çıxaq, 4 üstə gələ 3. O da bərabərdir. 20-dən də 7-ni çıxırıq. Alırıq 13. Doğru variant D variantı olmuş olacaq. 9-cu məsələdə qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini tapın. Baxın, diqqət eləyirsinizsə, biz verilən bu ifadədən 11 cavabını necə ala bilərik? 3 bucağın yenə bucaqların sayı, yəni 3 yazsaq, 4 bucağın yenə bucaqların sayını 4 yazsaq, vuraq 2. Olduğu kimi qalsın. Birinci bilirik ki, riyaziyyatdan vurma həll olunur. 4-ü 2-yə vururuq 8, üzərinə 3 gələndə 11 cavabını almış oluruq. Görə ikinci ifadədə də qayda ödəyəcəksə, deməli düz tapmış oluruq. 5 bucaqlıdır, yerinə 5 yazıram. Çıxaq 3 bucaqdır, yerinə 3 yazıram. Üstə gələk. Baxın, bucaqsızdır deyə yerinə 0 yazıram. 5-dən 3 çıxıram, 2 cavabını almış oluram. Deməli, yanaşmamız doğrudur. Ona görə olacaq sonuncu ifadədə qiymətimiz 2, vuraq 4 bucağı, yəni 4. Çıxaq 0, üstə gələk 5 bucaq, 5. 2, 4, 8 eləyir. 8-dən də 5-ə çıxanda cavab, deməli, 8 çıxaq. Biz harada səhv elədik? 8 çıxaq, deməli, 5, 3 almış olmalıyıq da biz. 3 almış olmalıyıq yoldaşlar. Bura səhvən bu 13 düşmüş olub. Doğru variant, yəni burada C variantı 3 olmuş olacaq. Çünki 8 burada və yaxud burada toplama olmuş olmalı idi ki, 13 cavabını almaq üçün bizdə burada toplama olmalı idi. Yəni biz 2, 4 bucaq üstə gələk ifadəsi olmalıdır. Yəni 2 vuraq 4 üstə gələk 0 üstə gələk 5 bərabərdir 13 cavabını almış olmalıyıq. Doğru variant
C variantı olacaqdı. Sonra 10-cu məsələdə deyir ki, sual işarəsinin qiymətini tapın. 5 və 2-dən 14-ü alıb. İfadə bu cür yanaşaq ki, yoldaşlar 5 ilə 2-nin cəmini toplasaq, 5 üstə gələ 2 yazsaq, eləyəcək 7. 7-ni də 2-yə vuranda, yəni bunların cəmini 2-yə vuranda 14 cavabını almış olacağıq. 4-ün üzərinə 4 gələcək, 8, 2-yə vuranda yenə 16 cavabını almış olacağıq. 6-ın üzərinə 3 gələndə 9, 2-yə vuranda 18. 8-in də üzərinə biz nə gəlməliyik? Məsələn, x gəlməliyik və sonra 2-yə vursaq 22 olmalıdır. 8 üstə gələ x vuraq 2 bərabərdir 22. O zaman 8 üstə gələk x bərabərdir 22-ni 2-yə bölürük 11. X də bərabərdir 3 cavabını almış oluruq. Doğru variant C variantı. 11-ci məsələyə baxırıq. Uyğunluğa əsasən hesablayın. Bu tip məsələyə 7-ci və 8-ci məsələlərdə baxmışdıq. Yenə operatorların ətrafındakı qiymətləri yerinə qoymaqla cavabları tapa bilərik. 3 bucaq operatorunun yanında 3 və 4 dayanır. Solda 3, sağda 4. Ona görə üç bucağınla olan ifadəmizdə sol tərəfə, yəni A-nın yerinə 3, B-nin yerinə 4 yazacağıq. Olacaq A kvadrat, yəni 3-ün kvadratı çıxaq 2 vuraq, B-nin yerinə 4 yazırıq. 9 çıxaq 8, bu 1 cavabını almış oluruq. Deməli, 3, 4 qiymətlərində aldığımız cavab 1 olmuş olur. Yazırıq, bura qalır. Sonra keçirik ulduzu hesablayırıq. 5-dən 2. Ulduz nə iş görürdü? Sol tərəfi 2-yə vururdu. Üzərinə gəlirdi, sağ tərəfdə 3-ə vururdu. Yəni ulduzun yeri, A-nın yerinə 5, B-nin yerinə 2 dayanmış olur. O zaman 2 vuraq A, yəni 5, üstə gələk 3 vuraq B, yəni 2. 10 üstə gələk 6, 16 cavabını almış oluruq. Yəni ikinci qiymətlərimizdə də 16 cavabı alırıq. İndi 1 ilə 16-nın mərkəzində olan bu operator nə iş görür? Yuxarıda görürük həmin operatoru. Baxırıq. İndi A-nın yerinə dayanıb 1, B-nin yerinə dayanır 16. O zaman olacaq 3 vuraq A, yəni 3 vuraq 1. Üstə gələk 2 vuraq A, üstə gələk B, yəni 1 üstə gələk 16. O da bərabərdir. 3-ün 1-ə vuranda 3 üstə gələk 2-nin də 17-yə vuranda 34. Bərabərdir 37 cavabını almış oluruq. Doğru variant B variantı. 12-ci məsələ. 12-ci məsələdə 13 ilə 12-dən 21 almaq lazımdır. 16 ilə 14-dən 53. Baxırıq, burada uşaqlar toplama, vurma, müxtəlif qaydalardan istifadə etmək olar. Sadəcə bir neçə yol var ki, bunu düşünə bilərik biz bu məsələni. Amma mən qısa net olaraq məsələnin həlli yolunu demək istəyirəm ki, vaxtımız elə çox getməsin. 13-də belə eləyək, 1 ilə 3-ü toplayaq. Bərabərdir yazıram mən bura. 13-ü, yəni 1 üstə gələk 3 kimi yazıram. Tamam. Vuraq 12-ni də 1 üstə gələk 2 kimi yazıram. 1 üstə gələk 3 eləyir 4, 1 üstə gələk 2 eləyir 3. Yəni 4 vuraq 3 eləyir 12. Tərsi 12-nin tərsi. Eləyəcək 21. Götürüb yazmışıq bura 21. Bərabərdir ikinci ifadəyə baxıram. 16 ilə 14-də. Yəni 16-nın yerinə 1 üstə gələk 6 vuraq. 14-də 1 üstə gələk 4 kimi yazıram. Olur 7 vuraq 5. Yəni 35 tərsi 53. Bu qayda ilə soruşulan biz ədədləri tapaq. 41 ilə 18-dən ifadə necə alınacaq? Olacaq 41-i 4 üstəgələk 1 kimi yazacağıq. Vuraq. 18-də 1 üstəgələk 8 kimi yazsaq. Olacaq 5 vuraq 9, 45. Tərsi 54 cavabını almış olaraq. Doğru variant A variantı. 13-cü məsələ. 5 və 7-dən 18 alınıb. Bu məsələ də çətin tip məsələlər siyahısına aiddir uşaqlar. Deməli, 5 və 7-dən 18-i biz belə ala bilərik ki, mən birbaşa yenə həll yolunu deyirəm. Birincinin kvadratı, yəni 5-in kvadratı çıxaq ikinci tərəf, yəni 7. 25 çıxaq 7, o da bərabərdir 18 almış oluruq. Yenə 3-ün kvadratı çıxaq 4 yazsaq, 9 çıxaq 4, bərabərdir 5 cavabını almış oluruq. 6-nın kvadratı çıxaq 30 yazsaq, 6-nın kvadratı 36 edir. 36 çıxaq 30 bərabərdir 6 cavabını almış oluruq. Və bu qayda ilə soruşulan ifadənin qiymətini tapaq. 8-in kvadratı 64 çıxaq 35. 64-dən də 35 çıxanda uşaqlar qalacaq 29. 29. Doğru variant A variantı almış oluruq. 14-cü məsələdə uyğunluğa əsasən hesablayın. Deməli 24 ilə 18-dən 24 alıb. Tamam. Belə yanaşaq uşaqlar məsələyə ki, 24 ilə 18-i biz toplasaq, 24 ilə 18-i toplasaq, eləcək
42. 42. 42-nin də tərsi 24-ü bizə vermiş olacaq. 24. 8 ilə 72-ni toplasaq eləyir 80. 80-in də tərsi bizə 0,8-i, yəni sıfırın bir mənası olmadığına görə əvvəldə 8 kimi yazılmış olacaq. 14 ilə 32-ni toplasaq 46 eləyir, tərsi yenə 64 yazılıb bura. 45 ilə 20-ni toplayırıq soruşulan sualda. 45, 21 eləcək 76. Daha doğrusu 66, üzr istəyirəm. 66 tərsi yenə 66 olmuş olacaq. Doğru variant C variant olmuş olur. Keçirik 15-ci məsələ. Mən belə sürətli danışıram ki, vaxtımız daha geniş olmasın, yəni az vaxtda çox sual izah eləyə bilim. 15-ci sual. Qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini yenə deyir soruşur bizdən. 7 ilə 4-dən 16-nı nə cür ala bilərik? 7-ni 4-ə vuraq 28, 2 vuraq 8, 16 eləyər. Bu qayda ödəyirsə görək, amma 8-i 12-yə vuranda 96 eləyir. 9 vuraq 6, 54 eləyir. Görürük bu ifadə, bu yanaşma düzgün yanaşma deyil. O zaman biz düzgün yanaşma necə olar? Olar birinci tərəfi, yəni 7-ni vuraram mən 2-yə, birinci tərəfi 2-yə vururam. Üstünə gəlirəm, ikinci tərəfi də 2-yə bölürəm. Birinci tərəfi yəni 2-yə vururam, ikinci tərəfi də 2-yə bölürəm. O zaman necə 14 üstə 2, 16 cavabını almış olacaq. Birinci tərəfi 11 vuraq 2, üstə gələk ikinci tərəfi 8-i 2-yə bölürəm, 4 alıram. 22 üstə gələk 4, 26 cavabını almış oluram. Yenə birinci tərəfi 2-yə vururam, 8 vuraq 2, üstə gələk 12 bölək 2, həmin qayda ilə davam edirəm. 22 və soruşulan sualda birinci tərəfi 6 vuraq 2, üstə gələk 4 bölək 2. 12 üstə gələk 2, 14 cavabını, yəni A variantı almış oluruq. 16-cı sual da maraqlı sual tiplərindəndir, yoldaşlar. Deməli, burada hər bir operator müəyyən bir işi icra edib, müəyyən bir əməli icra edib və biz bunları müəyyən eləyərək soruşulan ifadənin cavabını tapmalıyıq. 325-dən 67-ni biz belə ala bilərik ki, diqqət edin uşaqlar, mən burada 3-ü 2-yə vuraram, 3-ü 2-yə vuraram, 6-nı alaram. 2 ilə də 5-i toplayaram, 7-ni alaram. Olur 67. Deməli, ulduz operatoru hansı işi gördü? Əvvəlki 2 ədəd, 2 rəqəmi bir-birinə vurdu ədəddə və sonrakı 2 rəqəmi topladı. O zaman aşağı düşürəm, mən ulduz operatorunun gördüyü işi bildimsə, əvvəlki 2 rəqəmi bir-birinə vururam, yəni 2-ni 1-ə vururam, eləyir 2. Sonrakı 2 rəqəmi də toplayıram. Yəni 5 ilə də 1 toplayıram, olur 6. Oldu 26. Tamam, üstə gələk. Baxaq romb operatoru nə iş görəcək? 428-dən 10-u necə alacağıq biz? 428-dən 10-u deməli 4 bölək 2, yəni bax 4-ü 2-yə bölürük. Birinci bu ifadədə 4-ü 2-yə bölürük. Eləyir 2 üzərinə də 8-i gəlməklə onu almış oluruq. Yəni əvvəlki 2 ədədin əvvəlki 2 rəqəmini bölürük və üzərinə 3-cü rəqəmi gəlirik və onu almış oluruq. O zaman aşağıda həmin operatorun gördüyü işi əvvəlki 2 rəqəmi bölürük. Yəni 6-nı 2-yə bölürük, eləyir 3, üzərinə 8-i gəlirik, eləyir 11. Mən birbaşa 11 yazıram bura. Üçüncü operatorumuz bizdə bu dairədir. Dairə nə işi görür? 524-dən 11 alıb 5, 2, 7, 4. Hə, bunları toplamaqla. Yəni 5-in üzərinə 2 gəlib, 10 da üzərinə 4 gəlib, 11 cavabını almış olub. Deməli, dairə operatoru ədədin rəqəmlərini toplayır. Yəni aşağıda da dairə 7 ilə 8-i toplayacaq, 15 cavabını almış olacaq. Və üçbucaq operatoru yuxarıda 126-dan 18-i alıb. Necə ala bilər 126-dan? Təbii ki, belə ala bilər ki, 1 ilə 2-ni toplayar, 1 ilə 2-ni toplayar, eləyər 3, 1 üstə gələr 2, eləyər 3, vurar ona 6-ya. Deməli, ədədin əvvəlki 2 rəqəmini toplayıb və 3-cüyə vurur. Onda aşağıda da əvvəlki 2 rəqəmi toplayacaq, 3 ilə 2-ni toplayacaq 5, 3-ə də vuracaq, eləyəcək 15. İndi baxın ifadəmizə burada çıxmadı, burada toplamadı. 26 üstə gəlir 11, eləcək 37. 37. Çıxaq 15 üstə gələk 15. 15-lər biri mənfi, biri müsbət olduğuna görə 15-lər getdi. Doğru variant qaldı 37. Deməli, D variantı alınmış olur. 17-ci məsələ, 17-ci məsələ də maraqlı məsələlərdəndir uşaqlar. 9 ilə 7-dən 24 alır. Burada da dediyimiz kimi müəyyən qaydalara baxmaq olar. Toplamaq olar, bölmək olar, vurmaq olar. Yəni bizə əsas lazım olan və yaxud alınan ədədin tərsinə çevirib 24-ü məsələn 42 kimi düşünmək olar və yaxud 24-ün rəqəmləri hasilində 2 vuraq 4 kimi baxmaq olar və yaxud 24-ü 2-nin üstü 4 kimi
baxmaq olar. Yəni müxtəlif variantlar mövcuddur, amma bizə alınan variant lazımdır təbii ki. Məsələyə belə yanaşaq o zaman. 9 ilə 7-dən 24-ü almaq üçün baxın, mən 9-u 3-ə böləcəm, 7-də 2-yə vuracam. Yəni birinci tərəfi 3-ə bölürəm. 9-u 3-ə böləndə buranı bölürəm 3-ə, buranı da vururam 2-yə. 9-u 3-ə böləndə eləyəcək 3, 7-ni də 2-yə vuranda eləyəcək 14. Aha. Bəs 3 ilə 14-dən 24-ü biz necə alaq? Daha doğrusu 7-ni 3-ə vururam, 3-ə vuracam burada. 7-ni 3-ə vuracam. 21 eləyəcək. 21. Tamam. 21. 3 ilə 21-i toplayacam, 24 almış olacam. Bu qayda ilə onda birinci tərəfi yenə 3-ə bölürəm, 6-nı 3-ə bölürəm, ikinci tərəfi də 3-ə vuracam. 3-ə bölüb 3-ə vururuq. 6-nı 3-ə böləndə 2, 9 da 3-ə vuranda 27. 2 ilə də 27-ni toplayırıq, eləyir 29. Soruşulanı tapaq. 12-ni 3-ə böləcəm. 5-i də 3-ə vuracam yenə qaydaya uyğun olaraq. 12-nin 3-ə bölündü 4, üstə gələk 5 də 3-ə vuranda 15. Yəni 19 doğru variant B variantı almış oluruq. Davam edirik 18-ci sualla. 18-ci sualda qanun uyğunluğuna əsasən sual işarəsində qiymət tapın. Bu da maraqlı suallardandır uşaqlar. 3842-dən 34-ü necə alırıq? Uşaqlar bu tip sualları belə yanaşa bilərsiniz. 38 ilə 42-yə bir baxarsınız və yaxud 3 vuraq 8-dən 4 bölək 2-yə və yaxud 4 vuraq 2-yə 4 üstə gəlir 2-yə bir baxa bilərsiniz. Yəni hər halda müxtəlif yenə variantlar mövcuddur burada, yanaşmalar mövcuddur, amma bizə yenə dediyim kimi çox uzun olmasın deyə qısa şəkildə toxunacağam məsələyə. 3 üstə gələk 8 üstə gələk 4 üstə gələk 2. Burada göstərilən ədədin bütün rəqəmlərini toplayırıq. Eləyəcək 14, 17. 17 almış oluruq. 17-ni də 2-yə vuranda biz 34 cavabını bizə verir. Yəni, qaydamız belə olacaq ki, ədədin rəqəmləri cəm vur 2. Cəmini 2-yə vuracaq. O zaman sağdakına 3, 8, 9, 6 cəminə baxağım. 3, 8, 9, 6 cəmi eləyəcək 14, 23, 26 eləyəcək 26. Cəmi də 2-yə vurmalıyıq, eləyəcək 52. Deməli, qaydamız bizim doğrudur. 41, 67 ədədlər rəqəmlərin cəmi 18, vuracağıq 2-yə eləyəcək 36. 21, 32-də rəqəmlərin cəmi 8, vuracağıq 2-yə eləyəcək 16. Doğru variant D variantı olmuş olacaq. 19-cu məsələ, bu tip məsələyə də bayaq baxmışıq. 7-ci, 8-ci suallarda bu tip məsələlər idi. Deməli, baxaq operatorların deməli bu operatorun gördüyü iş, yəni operatorun sol tərəfindəki rəqəm solda, sağ tərəfindəki rəqəm sağda yazılmış olacaq. Yəni 3A-nın yerinə 3, B-nin yerinə 6 yazacağıq birinci ilk olaraq işimiz. Bizdə çünki 2 dənə ifadə verilib də burada. 3, 6-nı, bir də 6, 12-nin nəticələrini soruşur bizdən. O zaman olacaq A üstə gələk B, yəni 3 üstə gələk 6 vuraq 2. 9 vuraq 2, 18 cavabını almış olacaq. Yəni birinci ifadəm 3 ilə 6 olduqda AB-miz 18 cavabını almış oluruq. Deməli 18 bizdə 2 variantda var, A və D variantlarında. 18-i yadımızda saxlayaq. Sonra ikinci ifadədə isə 6 ilə 12-ni AB-nin yerinə yazdıqda, A-nın yerinə 6, B-nin də yerinə 12 yazsaq, olacaq 6 üstə gələk 12 vuraq 2, yəni 18, 36 cavabını almış olacaq. Doğru variantlar deməli 18 və 36. Yəni A variantı olmuş olacaq. 20-ci məsələdə baxın 213-dən 7-ni almışıq. Belə baxa bilərik. Mən buradan bölürəm bunu. 21 bölək 3 kimi baxacam məsələyə. 21 bölək 3 bərabərdir 7. Burada da 48 bölək 4 kimi baxacam. 48 bölək 4 bərabərdir 12. 12 bölək 4 bərabərdir 3 bərabərdir 3. 42 bölək 6 bərabərdir 7 cavabını, yəni doğru variant D variantı almış olacaq. 21-ci məsələ deyir 7 ilə 5-dən 24. 10-dan 3-dən 26 almışıq. Necə ala bilərik? Mən belə yanaşaq məsələyə ki, uşaqlar 7 ilə 7 üstə gələk 5 yazım mən. Eləcə 12 vuraq 2 bərabərdir 24. İkinci ifadədə 10 üstə gələk 3 vuraq 2 26. Aha, deməli bizim yazdığımız, yanaşdığımız qayda doğru qaydadır. 6 üstə gələk 4 vuraq 2 20 cavabını almış olacaq. Sonuncuda isə 8 üstə gələk 6 vuraq 2, o da bərabərdir 28 cavabını B variantını almış olacaq. 22-ci məsələdə 42-nin 31-dən 37 alınıb. Belə eləyək. 42 ilə
31-dən 37. Yəni 42-nin üzərinə 31 gələyin uşaqlar. 42-nin üzərinə 31 gələndə eləyəcək 73, 73 tərsi 37. Yəni tərsini götürüb yazıblar bura. 28 ilə 11-də 39 eləyir, tərsi 93 götürüb yazmışıq burada. 32 ilə 16-da deməli 48 tərsi 84 götürüb yazmışıq burada. 21 ilə 26-da da 47 tərsi 74 doğru variant D variantı olmuş olacaq. 23-cü məsələdə qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini tapın deyir. Aha, deməli belə eləyək. 4 ilə 3-ün cəmi 7. Üzərinə bir də 4-ü gəlsək 11. 6-dan 2-nin cəmi 8, üzərinə bir də 6. Aha, deməli belə yanaşaq uşaqlar məsələyə. Birinci tərəfi 2-yə vurub üstünə gəlir ikinci tərəfi. Birinci tərəfi 2-yə vurub üstünə gəlir ikinci tərəfi. Baxın 4-ü 2-yə vuraq 8 üstə elə 3 bərabərdir 11. 6-nı 2-yə vuruq 12 üstə gələk 2 bərabərdir 14. Birinci tərəfi dedik 2-yə vuruq, ikinci tərəfin üzərinə gəldik. 8-i 2-yə vuranda 16 üstə gələk 5 21. Soruşulan deməli sualda 7 vuraq 2 üstə gələk 3. Yəni 17 cavabını almış olacaq. A variantı doğru variant. 24-cü məsələdə deməli 5 ilə 2-dən 13-ü necə ala bilərik? 5-i 5-dən 2 çıxanda 3, üzərinə 10 gələrik 13. Hə, amma 3-dən 4 çıxmaq olmur. 5-i 2-yə vursaq 10. 5-i 3-ə vuraq uşaqlar burada da. 5 vuraq 3. Birinci tərəfi yəni 3-ə vuraq, çıxaq ikinci tərəfi. Yəni 5-i 3-ə vuranda 15, ondan ikinci tərəf, yəni 2-ni çıxanda 13 alırıq. 3-ü 3-ə vuranda 9, ondan 4-ü çıxanda 5 alırıq. Tamam, birinci tərəfi 3-ə vururuq, ikinci tərəfi çıxırıq. 8-i 3-ə vururuq 24, 1 çıxırıq, 23 alırıq. 6-nı 3-ə vuracağıq 18, 3 çıxacaq 15, doğru variant C variant almış olacaq. 25-ci məsələ 9 və 4-dən 18-i tamam. 9 ilə 4-dən 18-i belə ala bilərik ki, 9-u vurarıq 4-ə eləyər 36. 36-nı da rəqəmlərin, yəni 3 vuraq 6 kimi yazarıq. 3 vuraq 6, o da bərabərdir 18 alarıq. 7 vuraq 6 alırıq 42. 42-ni də rəqəmlərin bir-birinə 4 vuraq 2 bərabər 8 almış oluruq. 18-i necə alırıq? 12 vuraq 3 bərabərdir 36. 36-da da 3 vuraq 6 bərabərdir 18. Soruşulanı tapaq. 8 vuraq 3 bərabərdir 24. 24 də 2 vuraq 4 bərabərdir 8 kimi yaza bilərik. Doğru variant, yəni C variantı olmuş olacaq. 26-cı məsələ qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini tapın. 6 ilə 3-dən 18. 6-nı 3-ə vurarıq 18. 8 4-ə vurarıq 24. Onu 5-ə vurarıq 50 eləməlidir, amma 30 yazıb. Deməli, fərqli yanaşma var burada. Yanaşmamız belə olacaq. Hə. 18-i baxın 18-dir, 24-dür, 30-u cüt ədədlərdir. Deməli, burada hasildən söhbət gedir mütləq. 18-i 2 vuraq 9 kimi ala bilərik. 6 ilə də 3-ün cəmi 9 edir. Deməli, ikisinin cəmi vuraq 2. Yəni 6 üstə gələk 3. 6 üstə gələk 3 vuraq 2. Yəni 9 vuraq 2 18. İkinci ifadə 8 üstə gələk 4. 8 üstə 4 12 vuraq 2 24 alırıq. Onun üstünə 5 eləyir. 15 vuraq 2 30 tamam. O zaman 7 üstə gələk 2 vuraq 2. O da 18 cavabını almış olaraq doğru variant. Deməli D variantı. 27-ci məsələ. Deməli, bu da maraqlı sual tiplərindəndir uşaqlar. Deməli, 5, 2 və 4-dən 100-ü mən necə ala bilərəm? Baxın, 100, 6, 86, 24 yenə cüt ədədlərdir. Burada yəqin ki, və böyük ədədlər olduğuna görə burada toplamadan yox, çox güman ki, vurmadan söhbət gedəcək. Amma mənim də rəqəmlərimə baxıram 5, 2, 4, 7, 3, 2, kiçik rəqəmlərdir deyə. Yəqin ki, buradan kvadrat və kubdan istifadə olunub ki, nəticədə böyük alınıb. O zaman belə baxaq. 5-in kvadratı, yəni 5 üstü 2. 5-in kvadratı vuraq 4 yazıram. Mən yəni 25 vuraq 4, bu da bərabərdə 100 cavabını almış oluram. İkincidə 7-nin kubu, 7-nin kubu. 7-nin kubu vuraq 2 yazıram. 7-nin kubu eləyir 343. 2-yə də vuranda eləyir 686. Doğrudur, yanaşmamız doğrudur. 8 üstü 1 yazıram, o zaman vuraq 3. 8 eləyir. 8 3-ə vuranda 24. Aha. 6 üstü 3 vuraq 1. Deməli, eləyəcək bu da 216. 216. Doğru variant, yəni B variantı olmuş olacaq.
6 dəfə 6 36, onda bir də 6-ya vururuq. 216. Hə, 216 almış oluruq. Doğru variant B variantı. 28-ci məsələyə baxırıq. 3 ilə 5-dən 16-yı necə ala bilərik? E, Uşaqlar diqqət eləsəz, burada bir dənə sıfır cavabı görürsüz. Belə ifadələrdə də sıfır yalnız və yalnız vurmada və yaxud iki dənə eyni rəqəmin çıxılmasında, ədədin çıxılmasında alına bilər bu sıfır. Ya da ki, vurmada bir ifadə, yəni ədədimiz elə olmalı ki, onun biri məsələn 20. 20 olmalıdır ki, 2 vuraq 0 bərabər 0 eləsin. Yəni iki yanaşma mövcuddur burada əsasən bu tip suallarda. Gəlin ikinci dediyim yanaşmaya baxaq. Yəni belə eləyək də. Yazıq birinci ifadəni yazaq 3 üstə gələk 5 5-in kvadratı. Tamam. Belə yazsam mən eləyəcək 28 yox. Yox, doğru olmadı. Hə, yox 3 üstə elə 5-in kvadratı 28 alırıq. 28-də də 2 vuraq 8 bərabərdir 16 kimi yazırıq cavabı. İkinci ifadə görə ödəyirmi? 6 üstə gələk 2-nin kvadratı. Tamam, mən bunu belə yazdım ki, nəticəmiz gəlib bizim 10-a çıxsın, 10. Yəni orada 0 yaranmış olsun. 6-nın üstünə 2-nin kvadratı, yəni 4-ü gələndə alınacaq 10. Onu da rəqəmlər hasil. 1 vuraq 0 bərabər 0 kimi yazırıq. Tamam. Bərabərdir. 8 üstə gələk 4-ün kvadratı. 8 üstə gələk 16 eləcək 24. 24-ün də rəqəmləri hasil. 2 vuraq 4 bərabər 8. Tamam, doğru. 7 üstə gələk 3-ün kvadratı. 7 üstəgələk 9, 16 rəqəmlər də hasili 1 vuraq 6, yəni 1 vuraq 6 o da bərabərdir 6 cavabını almış. Doğru variant A variantı. A variantı almış oluruq. 29-cu məsələdə 4 6-dan 13-ünü almaq lazımdır. 4-ün üstünə 6 10 eləyir, üstünə 2 yazsam 12. 5-in üstünə 4 9, üstünə 1 yazsam 10. 7-nin üstünə 2 9. Aha. Deməli burada başqa bir qayda var. Nədir? 4 ilə 6-nı toplayağın eləyir 10. Yox. Hə, 4 ilə 6-nın hasili 4 vuraq 6 bölək 2. Yazsam mən ifadəni 4 dəfə 6 24 bölək 2 bərabərdə 12 alıram. 5 vuraq 4 bölək 2 yazsam, 5 vuraq 4 bölək 2 yazsam, 20 bölək 2 10 düşür. Tamam. Bura üçüncü ifadəyə 7 vuraq 2 bölək 2 yazsam, 2-lər 7, 7 cavabını almış oluram, doğrudur. O zaman 6 vuraq 4, 6 vuraq 4 bölək 2 yazıram. 6, 4 ilə 2 ixtisar gedir 2, 6 vuraq 2, 12. Yəni doğru variant D variantı almış oluruq. Növbəti sual 30-cu sual. 2 ilə 3-dən 12-ni necə ala bilərik? 2-nin üstünə deməli 2 dəfə 3 6. 2-ni 3-ə vurarıq 6, onu bir də 2-yə vurarıq 12. 4-ü 2-yə vurarıq 8, 2-yə vurarıq 16. 6-nı 5-ə vurarıq 30, 2-yə vurarıq 60. 5-i 3-ə vurarıq 15, bir də 2-yə vurarıq. Tamam. Uşaqlar, hasillərin rəqəmlərin, baxın, sağda və solda verilən rəqəmlərin hasilini 2-yə vurur. Yəni 2-ni vurur 3-ə, yazır 2 vuraq 3, vuraq bir dənə də 2. Yəni bunları bir dənə, bunların hasilini bir dənə də 2-yə vurur. Cavabı almış olur. O zaman 5 vuraq 3, 15, bir dənə də 12-yə vururuq. 30 cavabını C variantını almış oluruq. 31-ci sual qanuna uyğunluğa əsasən sual işarəsinin qiymətini tapın deyir. 31 də maraqlı sualdır. Deməli 9, 2, 5-dən 45-i almaq lazımdır. 9 dəfə 2, 18, 5, yox alınmır. Uşaqlar, burada da müxtəlif variantlar mövcuddur, amma mən də qısa olaraq deməli bu variantı göstərim. 9 və 2 var. Bu 2-ni 9-un qüvvətinə gətirəcək. Yəni 9-un kvadratı yazaq bunu. Eləyəcək 81. Baxın, bu ifadə, yəni 9-un kvadratı 81 alınmış oldu. 81. 81 özü 8 üstə gələk 1, yəni 9 deməkdir də. Həmin bu 8 üstə gələk 1-i biz gətirib ikinci ifadə, yəni ikinci tərəfi 5-ə vursaq, 45 cavabını almış oluruq. Yəqin ki, başa düşürsünüz də. Yəni birincinin bax bu ifadə, yəni 5-in kubu olacaq artıq ikinci dəfə. 5-in kubu eləyir 125, 125. 125-in rəqəmləri cəmini toplayıb 6-ya vuracaq. Yəni 1 üstə elə 2 üstə elə 5 vuraq 6. 7, 8, 8, 8 6-ya vuranda 48 cavabını almış həqiqətən də oluruq. 12-də də həmin qayda olacaq. 12-nin kvadratı eləyir 144. 144-ün rəqəmləri cəmi eləyəcək 1 üstə elək 4 üstə elək 4 eləyəcək 9 vuracaq 8-ə eləyəcək 72. Soruşulan sualda deməli 6-nın kvadratı bərabərdə 36 eləyir. 36 3 üstə gələk 6 vuraq ikinci tərəf, yəni 3 yazıram. 9 vuraq 3 27, doğru variant B variantı olmuş olur. Maraqlı sual tiplərimizdəndir bu sualda.
32 32-ci məsələnin izahı da belə olsun ki, uşaqlar. Deməli, hər iki tərəfi, məsələn, buranı 2-yə vuraq 20, buranı da 2-yə, 3-ə vuraq 6 eləsin. 20 üstəlik 6, 26 cavabını almış olaq. Birinci tərəfi 2-yə, ikinci tərəfi 3-ə vuraq. 16 üstəlik 12, 28 almış olur. Tamam. Deməli, birinci tərəf 2-yə vurulur, ikinci tərəf də 3-ə vurulur. 14 üstəlik 15, 29. Birinci tərəf 2-yə vurulur, ikinci tərəf də yenə 3-ə dediyimiz kimi vurulur. 18 üstə gələk 9 olacaq, 27 cavabını almış olacaq. Doğru variant D variantı. Uşaqlar vaxt çox olmasın deyə, yəni dərsin müddəti çox olmasın deyə 32-yə kimi izah elədik. 32-də izahımızı saxlayırıq. İnşallah növbəti uyğun vaxtlarımızda da qalan sualları ardıcıl şəkildə izahını verəcəyik. Ümid eləyirəm sualları başa düşdünüz. Kiminsə də nəsə yenidən bir sualı olsa, başa düşmədiyi hissi olsa, bizə yazıb bizdən rahatlıqla soruşa bilərsiniz.